Hüseyin bilirsiniz nə möcüzədir? Cənnətdən də qopardır adam. Quranda bir ayə var, deyir ki, onları çəkə-çəkə cənnətə aparacaqlar. Alim deyir, tədqiq elədim, necə yəni çəkə-çəkə, cəhənnəmə adamı zorla apararlar, cənnətə necə çəkə-çəkə, zorla, cənnətə qaça-qaça gedərlər. Deyir, baxdım, bir hədis tapdım ki, İmam Hüseyni sevənlər üçündür. Məhşərdə İmam Hüseyni görən kimi o gözəlliyi görəcəklər, zillənəcəklər İmam Hüseynə. Deyəcəklər, bəh, 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 bu nə gözəlliyidir. Cənnətdən çağıracaqlar, gəlin, deyəcəklər, yo, cənnətimizi tapmışıq. Biz tələsmirik. Gəlin, çağıracaqlar, axır mələklər çəkə-çəkə cənnətə aparacaqlar. Hüseyin belə qopardır, rahat qopardır, ağrısız. Sənin üçün bu prosesin ağrısız olması üçün o fəda elədi hər şeyi. Ki, sən azad olasan, asılı olmayasan, asıllıqlarından qopasan. Ona görə deyir İmam Hüseyin məclisən də bəsirət verir insana.